Necə ki, məsələn, bir nəfər hansısa bir alətlə gözünü kör, qulağını kar edir. Nəticədə heç nəyi görmür, heç nəyi eşitmir. Ayədə haqqında danışılan şəxslərin ürək və qulaqlarının möhürlənməsinin, gözlərinin isə pərdə çəkilməsinin Allaha aid edilməsi onunla əlaqədardır ki, bu işlərə həmin xasiyyəti verən məhz Allahdır. Dünyada bu işin tam əksi də müşahidə edilir. Belə ki, Allah Teala təqvalı olub, düzgünlük yolunu seçən insanın haqqı nahaqdan seçmək qabiliyyətini gücləndirir. Necə ki, Ənfal surəsinin 29-cu ayəsində deyilir: Ey iman gətirənlər! Əgər Allahdan ona qarşı çıxmaqdan çəkinsəniz, o sizə haqla nahaqqı ayırmaq üçün bir vasitə, sayəsində haqla batılı bir-birindən ayıra biləcəyiniz bəsirət verər. Gündəlik həyatımızda da bu kimi halların şahid oluruq. Elə insanlar var ki, müəyyən bir günah edir və özü də günah etdiyi ilə razılaşır, öz əməlinə görə narahat olur. Lakin həmin günahı dəfələrlə təkrar etməklə tədricən ona adət edir, narahat olmur. Əksinə, gördüyü işdən xoşhal olur. Hətta bunu özünə bir vəzifə sayır. Daha çox insan faydalansın deyə bu videonu bəyən və yadda saxla.